Bizim rayonun məmurları da məcburən və yaxud da nə tərdim Fəzalin tərəfini tuturlar. Hətta bana məhkəməmizin sədri də bunu dedi ki, özü, mən onu açıq deyim, bu Şadlıq Sarayı qeyri-qanuni fəaliyyət göstərir, qeyri-qanuni. Heç bir dokumenti yoxdur. Şəmkir rayon sakini Sahib Kərimov 1997-ci ildə rəsmi dövlət qeydiyyatı ilə aldığı evini 2004-cü ildə ailəsi ilə birlikdə tərk edərək Rusiyaya köçür. 2010-cu ildə Azərbaycana qayıdır və evinin yerində Morul Şadlıq Sarayının ucaldığını görür. Bu illər ərzində məsələdən xəbərdar olsa da, əvvəlcə avtomobil qəzası keçirməsi, sonra da səhhətində yaranan problemlər səbəbindən vətənə qayıda bilmir. 2010-cu ildən etibarən Sahib Kərimov hüquqlarını bərpa etmək üçün rayonun icra hakimiyyətinə, arxitektura komitəsinə, yerli məhkəmələrə, apellyasiya məhkəməsinə və ali məhkəməyə, millət vəkillərinə və digərlərinə müraciət etsə də 3 ildir ki, bir nəticə əldə edə bilməyib. Mən də arxitektorlarımıza müraciət elədim. Çünki şəhər salma işindən onlar məşğul olur. Həm də evin qeydiyyatda olduğu daşınmaz əmlaka müraciət elədim. Arxitektorumuza gəldilər bizim evə, bizim ailənin hamısını bir yerə yığdılar, qardaşın evində, mənim evim yox idi. Onlar da bildirdilər ki, gəlin Quliyev Fəzal İsmailovuna qarşı iddia qaldırın. Bunu bana arxitektorlarımız, həmin şöbənin əməkdaşları tövsiyə elədilər. Hətta icra hakimiyyətinə dəvət elədilər, orada rəsmi şəkildə tövsiyələrini verdilər. Mən də gəldim, məhkəmədə də, hər şey məhkəmədə həll olunursa, demək məhkəmə 2010-cu ilin avqust ayında Şəmkir rayon məhkəməsinə verdim. Maddi zərər iddiası qaldırdım. Maddi zərər iddiası qaldırdım. 4 ay məhkəmə prosesindən sonra hakim elan elədi ki, iddia təmin olunmur. Qərar açanda gördük ki, ev buldozerdən uçurulubdur, ondan sonra ictimaiyyətin içində uçurulubdur. Qərarda tamamilə məntiqə uyğun olmayan qondarma bir hadisədən söhbət açılır. Necə? Günlərin birində, ildırımlı gündə yağış yağdı, ev uçdu və bunun evini başqa adam yerini tutdu. Yəni həmin sarayı xilas eləmək üçün, saraydan bağlı bütün qanunsuzluqları örtbasır eləmək üçün. Demək, bunlar belə bir yol seçirlər. Bundan, bəli, hakim, qafil Baxşıyev. Daşınmaz əmlakda, ondan sonra mimarlıq və tikinti idarəsində bir yerdə məhkəməyə sənəd veriblər ki, ev qanunsuz olaraq məhv edilibdir. Yerində də Morul Şadlıq Sarayı tikilibdir. İcra hakimiyyəti də burayı verir? Bəli, hamısı. Şəmkir rayon məhkəməsində iddiası təmin olunmayan Sahib Kərimov bu dəfə də evinin yerində qanunsuz qeyri-yaşayış obyektinin tikilməsi iddiası ilə məhkəməyə müraciət edir və iddia yenidən məhkəmə tərəfindən əsassız sayılır. Ali məhkəməyə qədər getdim, iddiamız təmin olunmadı. İddia təmin olunmayanda mən deputatlarımıza da müraciət eləmişdim. Məhkəmə hüquq şurasına da müraciət eləmişdim. Onlar bu məsələ ilə maraqlandılar. Bu məsələnin əsl mahiyyətini öyrənəndə gördülər ki, bu məsələnin əsl mahiyyəti tamamilə başqa cürdür. Bu yağışlı gündə məhv olmayıb, bu ev buldozerdən uçurulubdur. Özü qeyri-qanuni uçurulubdur. Belə olan halda məni məhkəmə hüquq şurasından Gəncə məhkəməsinin aparatına göndərdilər. Orada məni Gəncənin rəhbərliyi qəbul elədi də məsələnin mahiyyətini öyrəndikdən sonra bizim Şəmkir məhkəməsinə telefonla zəng elədi ki, bu məsələni sivil yoldan həll eləm. Danışıq yoldan həll eləm. Mən də gəldim, bizim məhkəmənin rəhbəri, məhkəmənin sədri çox çalışdı, ürəkdən çalışdı. O da, ondan sonra baş arxitekturumuzdakı bu məsələ həll olunsun. Lakin Quliyev Fəzali bunların heç birini hamısını rədd elədi, razılaşmadı, dedi mənim əlimdə qərar var. Mən də gəldim qanunlarımıza əsaslanaraq, müvafiq qanunlar əsasında yenidən Quliyev Fəzali İsmailovuna qarşı 2012-ci il noyabrında da iddia qaldırdım. Şəmkir rayon məhkəməsində iddia qaldırdım. Artıq bir ildən çox keçib. Məhkəmə prosesi davam edir. Bəli, bir ildən çoxdur məhkəmə prosesi davam edir. İşə aparan Qalib Paşayev nəsə süründürməçəlik eləyir. Çünki sənədlərin hamısında evin qeyri-qanuni uçurulması, buldozerdən uçurulub yerində Morul Şadlıq Sarayı tikilməsi sübut olunur, bu sübutlar. Məhkəməni uzadır. Hətta tikinti texniki ekspertiza keçirdi. Tikinti texniki ekspertiza mənim xeyrimə oldu, iyun ayında. 10 gündə vaxt verildi. Qarşı tərəf məhkəmədə razı oldu, məhkəmə zalında.
Sonradan 10 yıl keçəndən sonra hakim yenidən tikinti texniki ekspertiza təyin elədi. Məhkəməmizin sədri Qafil Baxçıyev, işi aparan hakim Qalib Paşayev, bir də mən, bir də Fəzali Quliyev, dördümüz məhkəmənin kabinetində, iş aparan hakimin kabinetində bir araya gəldik. Həmin kabinetdə də məhkəmənin sədri Fəzailə dedi ki, bu adamın kompensasiyasını ver ya. Bu da başladı ki, mən onun yerini tutmuşam, yerini mən verim, evinin kompensasiyasını da başqa adam versin. Məsələnin bu cür uzadılmasına gəlincə Sahib Kərimov deyir ki, əgər həqiqət üzə çıxarsa, bu zaman təkcə evi sökən şəxs Fəzail Quliyev yox, onun bu qanunsuz əməllərinə Şadlıq Sarayının qanunsuz fəaliyyətinə səssiz qalan rayon rəhbərliyi və məhkəmə sədri də günahkar duruma düşəcəklər. Moruz Şadlıq Sarayı hazırda heç bir sənəti, heç olmasa altındakı binanın altındaki, deməli Şadlıq Sarayının altındaki torpağın da sənəti yoxdur. Havadan asılı olan bir qeyri-qanuni tikintidir. Bu da fəaliyyət göstərir. Demək rayonumuzun məmurlarının demək hər halda himayətinlə bu fəaliyyət göstərir. Ona görə də rayonumuzun məmurları məsələn neytral mövqe tutur. Hamısını məhkəmə ilə bağlayır, məhkəmənin üzərinə yıxır. Əli hər yerdən üzülən Sahib Kərimov media nümayəndələrinə və ictimaiyyətə müraciət edir. Ölkə rəhbərliyinin bu məsələyə səssiz qalmayacağına ümid edən müsahibimizin tələbi yalnız ona dəyən maddi ziyanın ödənilməsi və ailəsinə bir ev ala biləcək miqdarda kompensasiyanın verilməsidir. Soruşurlar, mən hətta deputatlarımızın 125-nə də müraciət eləmişəm. Onlara da bildirmişəm ki, Yəni 4 ildir gedir bu proses. Mənə dəymiş zərər bir yana. Mənim evimin kompensasiyası verilsin ki, mən gedim bu günləri hardasa yaşamalıyam, başqa yerə getməliyəm. Azərbaycan vətəndaşım. Mənə 60 min, 65 min, 70 min, yəni Şəmkir şəhərindən, Tovuz şəhərindən və yaxud da ki, Qazax şəhərindən, Cəranboy şəhərindən düşəcək bir dənə həyatyanı sahəsi olan ev alım ki, mən orada demək öz ailəmlə orada yaşayıram. Mən bunun adındır. Yəni ayrı yerlərdə, o qohumun evində, bu qohumun evində, yəni 4 ildə bir yerdə yaşamaq olar.